Yay aylarında insanların ən çox sevdiyi qidalardan biri dondurmadır. Lakin bu məhsulu alarkən bəzi vacib məqamlara diqqət yetirməliyik ki, sonradan sağlamlıq problemləri yaranmasın. Dondurmalar -18 dərəcə Selsi temperaturda saxlanılmalıdır. Mağazalarda dondurucu tez-tez açılıb bağlanırsa və ya içərisində ərimə əlamətləri görünürsə, bu məhsulun bir neçə dəfə əridilib yenidən dondurulduğunu göstərə bilər ki, bu da sağlamlığımıza mənfi təsir edir. Mövzu ilə bağlı qida üzrə ekspert Aysin Vəliyevin fikirlərini aldıq. İstifadə olunur, amma düzgün saxlanmadıqda burada salmonella kimi, listeriya, eşerkoli kimi çoxalmaq üçün əlverişli şərait yaradır və bu da təbii ki, zəhərlənmələrə gətirib çıxarda bilər. Və xüsusilə də pasterizasiya edilməmiş süd və yumurta istifadə etdikdə problem olma ehtimalı daha çoxdur. Dondurmalar xüsusilə -18 və daha aşağı temperaturda saxlanmalıdır. Əgər dondurmada deyək ki, soyuducuda deyək ki, temperaturda dəyişiklik baş veribsə, əriyib yenidən dondurulursa, bu bir çox hallarda biz marketlərdən dondurma alarkən baxırıq ki, öz quruluşunu itirib və əzilib, sıxılmış bir şəkildə. Bu da onun göstəricisi ola bilər ki, bu dondurmalar düzgün temperaturda saxlanılmayıb, əriyib və yenidən dondurulub. Buna da biz alarkən xüsusi olaraq diqqət yetirməliyik. Qeyd edək ki, bəzən çox ucuz dondurmalar keyfiyyətsiz və sağlamlıq üçün zərərli maddələrlə hazırlana bilər. Belə qidaların seçimində diqqətli olsaq, həm yay istisində sərinliyə, həm də sağlamlığımızı qoruya bilərik.